Sizinlə Emin Əli Hüseynlinin Sonuncu Şirvanşah romanı ətrafında gedən təhlillərə, rəylərə biraz dərindən baxacağıq. Bəli, salam. Əlimizdəki mənbələr də elə bu əsəri, belə deyək, fərqli yönlərdən, tarix, sənət, hətta siyasət baxımından dəyərləndirən ekspert fikirləridir. Düzdür. Məqsədimiz nədir bəs? Yəni, çalışacağıq anlayaq ki, bu roman necə deyim, 16-cı əsr Səfəvi dövrünün o mürəkkəb mənzərəsini necə göstərir? Hə, o dövr ki, bir yanda saray intriqaları qaynayır, digər yanda isə incə sənət, xüsusən də o möhtəşəm kitab sənəti, əlyazmalar çiçəklənir. Eyni zamanda da Şirvanşahlar kimi qədim bir sülalənin, deməli, sonu yaxınlaşır. Tamamilə. Təhlillər bizi birbaşa Şah 1-ci Təhmasibin hakimiyyətinin ilk illərinə aparır. Təxminən 1524-1539-cu illər. Həqiqətən çox gərgin, təlatümlü bir dövrdür. Necə yəni təlatümlü? Nələr baş verirdi o zaman? Baxın, bir tərəfdən Təbrizdə o məşhur miniatür məktəbi özünün zirvə dövrünü yaşayır. Kəmaləddin Bəhzad kimi, Sultan Məhəmməd kimi ustalar var. İnanılmaz əsərlər yaranır. Aha. Amma digər tərəfdən də İmperiya hələ tam möhkəmlənməyib, daxildə çəkişmələr, qızılbaş əmirləri arasında mübarizə, sərhədlərdə təhlükələr. Və Şirvan məsələsi də var, əlbəttə. Bəli, Şirvan kimi strateji bir bölgənin taleyi həll olunmalıydı. Roman da məhz bu, necə deyim, ziddiyyətli məqamları, o gərginliyi tutmağa çalışır. Və bu prosesdə sənətin rolu çox maraqlıdır, elə deyilmi? Mənbələr deyir ki, roman sənəti təkcə gözəllik, estetik zövq kimi yox, həm də çox ciddi bir siyasi alət kimi göstərir. Bəli. Məsələn, o məşhur Şahnamə əlyazması, Təhmasibin sifarişi ilə hazırlanan, bu sadəcə Firdosinin əsərinin şəkillərlə bəzədilməsi deyildi yəqin. Qətiyyən, o əslində Səfəvi hakimiyyətinin gücünü, legitimliyini, mədəni səviyyəsini həm daxili rəqiblərə, həm də Osmanlı kimi xarici güclərə nümayiş etdirmək üçün bir vasitə idi. Deməli, bir növ imperiyanın vizit kartı. Tamamilə. Mənbələr də bunu vurğulayır. Yəni, şahın sənətə himayəsi təkcə şəxsi maraq deyildi, çox aydın siyasi məqsədlər güdürdü. Saray kitabxanası əslində bir ideoloji mərkəz kimi də işləyirdi. Amma bu təsir bir tərəfli də deyil, deyəsən. Yəni, siyasət də sənətə təsir edirmiş. Əlbəttə. Baxın, məsələn, bir ekspert qeyd edir ki, Təhmasib sonralar daha çox dinə meyl edəndə, dövlət işləri ağırlaşanda, Nizaminin Xəmsəsinin o möhtəşəm Təbriz nüsxəsi yarımçıq qalır. Hə, maraqlıdır. Bu nəyi göstərir? Bu onu göstərir ki, sənət bəzən siyasi prioritetlərin kölgəsində qala bilir. Yəni, hakimiyyət sənəti həm ucalda bilir, həm də, necə deyim, arxa plana keçirə bilir. Və bu siyasi gərginliyin, o amansızlığın qurbanları da olur. Məsələn, romandakı Sonuncu Şirvanşah, Şahrux obrazı. Bəli, Şahruxun Təbrizdə edamı. Cəmi 18 yaşında, gizli şəkildə. Bu, əlbəttə, çox təsirli bir səhnə kimi təsvir olunur. Mənbələrdə də bu epizodun təsir gücü xüsusi qeyd edilir. Bu təkcə gənc bir hökmdarın ölümü deyil axı. Belədir. Bu, həm də əsrlərlə mövcud olmuş bir sülalənin, bir dövlətçiliyin, Şirvanşahlan dövlətinin faciəvi sonudur. Roman da bu dramatizmi çatdırmağa çalışır. Düzdür, bu yəqin ki, əsərin ən duyğusal nöqtələrindən biridir. Amma təhlillərdə tənqidi məqamlar da var, eləmi? Var. Bəzi ekspertlər, məsələn, tarixi faktlarla bəqi təxəyyül arasındakı balansa diqqət çəkirlər. Bəzən bu balansın pozulduğunu deyirlər. Nə mənada? Hansı faktlar, məsələn? Məsələn, Şah İsmailin Çaldıran döyüşündən sonraki vəziyyəti və ya həyat yoldaşı Taclı xanımın saraydakı real nüfuzu. Deyilir ki, romanda bunlar biraz fərqli, bəlkə də biraz romantikləşdirilib, ideallaşdırılıb. Bəs niyə? Yazıcının məqsədin nə olub görəsən? Sadəcə bədii azadlıq? Təhlillərdə əsasən belə izah olunur. Yəni, obrazları daha dramatik etmək cəhdi kimi. Amma bəzi rəylərdə o da var ki, məsələn, Şahrux kimi faciəvi bir qəhrəmanın daxili dünyasına, onun o qorxularına, düşüncələrinə daha dərindən enilməyib. Aha. Yaxud, məsələn, dövrün şəhər salması, sosial həyatı kimi mövzulara biraz üzdən toxunulub. Bu da bəlkə romanın tarixi mənzərəni daha tam əks etdirməsinə biraz mane olub. Fokus daha çox saray və sənət olub.
Elə başa düşdüm. Yaxşı, onda yekunlaşdırsaq, bütün bu təhlillərdən bizim dinləyicilər üçün əsas çıxarış nə olmalıdır? Mənə elə gəlir ki, sonuncu Şirvanşah həqiqətən də o 16-cı əsr Səfəvi dünyasının çox canlı, çox qatlı bir obrazını yaradır. Elədir, ziddiyyətli bir obrazını. Əsərin gücü də məncə bundadır. Xüsusilə də o incəsənətin, Təbriz miniatür sənətinin güc və siyasətlə necə iç-içə olduğunu göstərməsində. Və böyük tarixi hadisələrin adi insan talillərinə necə təsir etdiyini də təsirli bir dillə çatdırır bunu. Bəli. Ümumiləşdirsək, o tarixi dəqiqliklə bağlı bəzi kiçik qeydlər olsa da, mənbələr əsasən romanın o dövrün ruhunu, o gərginliyi, şübhələri, ehtişamı, qəddarlığı hiss etdirməkdə uğurlu olduğunu deyir. Sənətin həm siyasi alət, həm də yüksək bir dəyər kimi yanaşı mövcudluğunu göstərməsi də önəmlidir. Əlbəttə. Bu sadəcə bumu hadisələr toplusu deyil. O dövrün nəfəsini duymaq cəhdidir. Və sonda bəlkə də üzərində düşünmək üçün belə bir fikir. Romanda gördüyümüz bu mənzərə, sənətin siyasət üçün istifadəsi, hakimiyyətin mədəniyyətə təsiri, bu yalnız o uzaq 16-cı əsrə aiddir. Maraqlı sualdır. Yoxsa bu gün də bəlkə daha fərqli formalarda, daha üstörtülü şəkildə, mədəniyyətlə güc arasında oxşar əlaqələri görürük. Sizcə bu əlaqə zamanla necə dəyişib, hansı yeni formalar alıb? Bax, bu düşünmək üçün yaxşı mövzudur.